Bugün sizlerle birlikte mektepten qayıtma vlogu çəkirəm. Hal-hazırda binamıza yeni girdim. İndi isə evə daxil oluram və mənimlə bir yerdə olursunuz. Vlogumuza başlayaq. İndi durdum. İndi isə rəfiqəm Xədicə bizə gələcək. Onun üçün gedək, çayı isidək. Dostlar, indi isə gördüyünüz kimi Xədicə gəldi. Səhnəciyin sözlərini o yazdı. Çox sağ olsun, onu yazmayacağım. İndi isə onunla bir yerdə məşq edəcək. Sən at mənə İndi isə evdən çıxıram, Xədicəni ötürürüm. Qaranlıq oldu, ötürməyə gedirəm evlərinə. Dostlar, deməli dostum Xədicəni ötürüb gəldim. İndi isə bizim Zəfər gününə aid tədbirimiz var. Birazdan onun məşqi üçün onlayn uşaqlarla məşqə qoşulacağıq. Səhnəni mən özüm yazmışam. Rolları da bölüşdürmüşəm. Yəni belə. Saat 8-də. Elə. Dostlar, çox üzrlü sayım, videom çox qısa oldu, lakin bu kadrdan sonra dizimin ağrısı tutdu deyə videonu dayandırmaq məcburiyyətində qaldım. Kanalıma abunə olub videoma like atmağı unutmayın. Hələlik. Thank you.